Biz başa düşməliyik ki, iqlim dəyişikliyi ayrı-ayrı ölkələr səviyyəsində həll oluna bilməyən mürəkkəb və irimiqyaslı problemdir. Bu problemi ancaq qüvvələri birləşdirməklə həll etmək olar. Biz bütün elmi potensialı birləşdirməliyik. Biz bütün resurslarımızı birləşdirməliyik. Biz sadəcə olaraq problemi azaltmağa və ətraf mühiti təmizləməyə kömək edəcək yeni texnologiyaların tədqiqatına və inkişafına daha çox sərmayə qoymalıyıq. Planet ölür və böyük sədd rifi buna əyani sübutdur. Mərcan rifləri ölür. Bu isə okeanın həddindən artıq istiləşməsi deməkdir. Və biz insanlar bunu bu hala gətirdik. Təsəvvür edin, bu ekosistem milyonlarla və milyonlarla ildir mövcuddur.